Maraqlı bir yaş məsələsinin həllinə baxaq. Əlinin yaşının Orxanın yaşına nisbəti 2/9-dur. Əli Orxan yaşda olanda Orxanın yaşı 32 olacaqdır. Əlinin indi neçə yaşı var? Əlinin yaşını 2x ilə, Orxanın yaşını isə 9x ilə işarə eləyək. Burada diqqət etməli olduğumuz məqam bundan ibarətdir ki, Əli və Orxanın yaşları fərqi illər keçsə də dəyişməyəcək. Yəni, indi onların yaşları fərqi 10-dursa, 20 ildən sonra da 10 olacaq, 30 ildən sonra da 10 olacaq. Hal-hazırda onların yaşları fərqi 9x çıxılsın 2x-ə bərabərdir. Bir neçə ildən sonra, yəni Əli Orxan yaşda olanda, onların yaşları fərqini yazaq. Orxanın 32 yaşı olacaq, Əli isə Orxan yaşda olacaq, yəni 9x. İndi isə bu tənliyi həll edək. 16x bərabərdir 32, x bərabər olur 2-yə. Əlinin 4, Orxanın isə 18 yaşı var. İndi isə bunun doğruluğunu yoxlayaq. Əli Orxan yaşda olanda, yəni hal-hazırda 4 yaşı var və 14 ildən sonra 18 yaşı olacaq. Orxanın isə 14 ildən sonra 32 yaşı olacaq. Deməli, doğru cavab 4 olur.